Gülüstün Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrına yeni direktor təyinatı olub. Bununla bağlı Mədəniyyət Naziri Adil Kərəmli müvafiq əmr imzalayıb. Əmrə əsasən pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva Azərbaycan Dövlət Kamera Orkestrının direktoru vəzifəsinə təyin olunub. Qeyd edək ki, Leyla Quliyeva 2023-cü ildən son təyinatadək konservatoriyadakı imtahan mərkəzinin rəhbəridir. Mayın 13-də Kürdəmir rayonunda cərrahi əməliyyat edilmiş qadın vəfat edib. 1987-ci il təvəllüdlü Pərvanə Əli qızı Abdullayeva mayın 12-sində Kürdəmir rayon mərkəzi xəstəxanasında appendizit əməliyyatı olub. Lakin bir gün sonra qadın xəstəxanada vəfat edib. Yaxınları bildirib ki, Pərvanə Abdullayevanı Rəşad adlı həkim əməliyyat edib. Onlar qadının tibbi heyətin səhlənkarlığından vəfat etdiyini iddia ediblər. Faktla bağlı araşdırma aparılır.